Fəhləlikdən ailə dolandırır, onu da gözləri götürmür. Buna baxın, ay Allah, ay Allah, ay Allah, ay Allah. Bir insan ruhsunu bərəkətini yoxa çəkmək üçün cadı elib, teslim eliblər, buna baxın. Gətirib instrumentinin içərisine cadı qoyurlar, teslim qoyurlar ki, nədir, bu insan işləməsin, ziyanlıqda qalsın, etdikləri cadıya baxın, ay Allah, bismillahirrahmanirrahim. Bax, ay qardaş, görürsən mi, çıxmır da, valla, sənin bu işləməyini də istəmirlər. İstəyirlər ki, gerdən geri düşəsən, bax, ay qardaş, görürsən, buna bax, ay Allah, mən bunu buradan çıxarda bilməm, görün, nətər qoydular. Sancağa bax, ay qardaş, ay Allah, ay Allah, ay Allah, ay Allah, görürsənmi? Və buna görə sənin getdiyin işlərin hamısı alt üst olur da. Hara getsəniz yanına qalırsan. Ay Allah, görürsən, ay qardaş, düyünləri görürsən, cadını görürsən, və buna səbəbdir də, buna səbəbdir, ay Allah. İnsanlardakı xainliğe bax, paxıllığa bax. Bu insan fəhləlikdən ailə dolandırır, onu da gözləri götürmür, buna bax, ay Allah, pul üzərinə olunmuş cadıdır ki, sən pul üzünə həsrət qalasan, ancaq ziyanlıqda qalasan deyə. Olunmuş cadı tisimliyinə bax, ay qardaş, görürsən, ay Allah, ay Allah, ay Allah, bu nədir, ay Allah, görürsən, ay qardaş, valla